Əlin hər bir tərəfini isidir. Həm əlin üstünü, həm əlin içini, həm barmaqların kənarlarını tam olaraq isidir. Yəni toxunub saxlayırsınız, yandı. Super. Yəni hələ indi yandırmağıma baxmayaraq artıq istiliyini mən hiss eləyirəm. Ok vurma və sair halları qəti şəkildə narahat olmayın. Çünki hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu gün sizə isidici əlcək modellərimizi daha yaxından təqdim eləyəcəm. 3 fərqli çeşiddir. Hər çeşiddə 2 razmer var hal-hazırda əldə. L və XL ölçüdür. Hal-hazırda isidici əlcək seçimlərində Type 1 modeli sizə göstərirəm. Hansı ki bizim kataloqumuzda isidici əlcəklər bölməsində Type 1 xanasında bu əlcək var. Detallı şəkilləri və s. var. İlk növbədə məhsul bu formada bir qutu ilə gəlir. Onu nəzərinizə çatdırım. Bu formada qutu ilə gəlir və bu bildirim ki sizə orijinal Çin brendidir. Yəni nəzərinizə çatdırım. Orijinal Çin brendinin istehsalı olan əlcəklərdəndir. Deməli, ilk növbədə burada ümumi məlumatlar qeyd olunur. Baxın, qutunun içini sizə göstərirəm, komplektasiyasını, kitabçasıdır. Sonra belə bir çantası var və içindəki batereykaları zaretkaya qoymaq üçün belə bir ötürücü cihazı var. İndi keçdik məhsulun özünə. Baxın, bu formada sizə göstərim. Bu formada detallı baxa bilərsiniz. Bəlkə bir çox satış saytlarında görmürsünüz, isidici əlcəklər olur. Sadəcə qoruyucu olmur. Bir çox insanlar buzda sürüşmək üçün və s. soyuq iqlimdə sürüşən vaxtda əllərini isitmək üçün, qorumaq üçün, soyuqdan qorumaq üçün isidici əlcəklər taxırlar. Amma həmin əlcəklərin əksəriyyətində qoruyucu yoxdur. Amma bu sırf motosikl üçün olan qoruyucu əlcəklərdir. Hansı ki, baxın bu hissəsində qoruyucu var. Həmçinin əlin bu hissəsində də qoruyucu var. Batereyka bu hissədə yerləşir. İkili kilit sistemi var. Birinci budur. İkinci də bu hissədən bağlanır. Dediyim kimi batereyka bu hissəsindədir. 3 rejimdədir. İsitmə sistemi var. Və əlavə olaraq burada zaretkanı da göstərir. Yəni nə qədər enerjisini saxladığını göstərir. 3 rejimi var. Rejimlərdən biri deməli 40 dərəcə isitmədir. İkinci rejimi 50 dərəcə isitmədir. Üçüncü rejimi isə 65 dərəcə isitmədir. 40 dərəcə isitmə ilə 5-6 saata qədər zaretka saxlayır batereykası. 50 dərəcə isitmə ilə 3-4 saat zaretka saxlayır. 65 dərəcə isitmə isə maksimal isitmə ilə saxlayır 2-3 saat zaretka. Yəni bu demək olar ki, yetəri qədər sizə çox rahat, komfortda sürüşə şərait yarada bilir.